Həyat bir yuxudur. Biz bu yuxuda doğulur, böyüyür, inanır və öyrənirik. Uşaqlıqdan etibarən bizə nəyin düzgün, nəyin səhv olduğunu başqaları öyrədir. Valideynlər, müəllimlər, din, cəmiyyət, hamısı birlikdə bizə bir dünya şəkli göstərir və biz o şəkli həqiqət kimi qəbul edirik. Bizim üçün bu reallığa çevrilir. Lakin Don Miguel Ruiz deyir ki, bu reallıq çox vaxt illüziyadır. Biz başqalarının sözlərini razılaşma kimi qəbul etmişik. O sözlər bizim zehnimizdə yazılmış qanunlara çevrilib və indi biz həmin qanunlara kölə olmuşuq. Bu kitab bizi həmin köhnə razılaşmalardan azad olmağa çağırır. Ruiz deyir ki, insanın ən böyük azadlığı yeni razılaşmalar yaratmaq, köhnə zəncirləri qırmaq və öz həyatının müəllifi olmaqdır. Tolteklərin qədim hikmətinə əsaslanaraq o 4 sadə, amma çox dərin razılaşma təqdim edir. Əgər biz bu 4 razılaşmanı vicdanla yaşasaq, həyatımız tamamilə dəyişəcək. Biz ağrını, qorxunu, günah hissini və özümüzə qarşı olan savaşları geridə qoyarıq. Birinci razılaşma belədir. Sözlərinə diqqət et. Söz insanın ən güclü alətidir. Sözlə biz yaradırıq. Sözlə biz dağıdırıq. Söz Tanrının enerjisidir. Çünki yaradılışın özü də sözlə başlanmışdı. Ruiz deyir ki, əgər sözlərimiz sevgi, həqiqət və xoş niyyət daşıyırsa, biz özümüz üçün cənnət yaradırıq. Amma sözlərimiz qorxu, yalan və nifrətlə doludursa, biz özümüzü cəhənnəmdə saxlayırıq. Sözlərinə diqqət etmək, dilini təmizləmək, düşüncələrini ayırd etmək, dediklərinin məsuliyyətini daşımaq deməkdir. Hər bir cümlə bir toxum kimidir. Onu kiminsə zehnindəykən də orada ya gül, ya da tikan bitir. Əgər sən birinə, sən bacarmazsan deyirsənsə, bu söz onun ruhuna zəhər kimi işləyir. Əgər sən bacararsan, sən dəyərlisən deyirsənsə, o zaman onun içində güc cücərir. Ruiz 4 razılaşma kitabında deyir ki, biz çox vaxt sözün bu gücünü unuduruq. Biz fikirləşmədən danışır, dedikodu edir, özümüzü və başqalarını alçaldırıq. Hətta özümüzlə danışanda da sözlərimizi zəhərləyirik. Mən axmağam, məndən heç nə çıxmaz, heç kim məni sevmir kimi ifadələr səsləndiririk. Biz öz zehnimizi zəhərlə doyururuq və sonra təəccüblənirik ki, niyə həyat bizə ağır gəlir? Sözlərinə diqqət etmək həm də susmağı öyrənməkdir. Hər şeyi deməyə ehtiyac yoxdur. Bəzən ən güclü söz heç nə deməməkdir. Səssizlikdə, düşünülmüş sükutda insanın enerjisi bərpa olunur. Ruiz deyir, sözlərini sevgiyə həsr et. Bu o demək deyil ki, daim yumşaq danış. Bu o deməkdir ki, dürüst ol, lakin zərər vermə. Həqiqəti söylə, amma nifrət səpmə. Sözlərinə diqqət edən insan öz enerjisini qoruyur və eyni zamanda başqalarının ruhunu zədələmir. Sözlərimizin yaratdığı reallıq bəzən o qədər güclüdür ki, bir tək cümlə bir insanın bütün həyatını dəyişə bilər. Valideynin uşağına söylədiyi sən heç nəyə yaramırsan cümləsi 10 illiklər sonra belə onun içində qaranlıq səslənə bilər. Eynilə sən çox bacarıqlısan cümləsi bir uşağın bütün potensialını oyada bilər.
Birinci razılaşma bizi sözün müqəddəsliyini dərk etməyə çağırır. Hər bir söz dua da ola bilər, lənət də. Seçim sənin dilindədir. İkinci razılaşma isə belədir. Heç nəyi şəxsi qəbul etmə. Ruiz deyir, İnsanlar dediklərini sənə görə demirlər. Onlar öz reallıqlarına əsaslanırlar. Yəni, bir insan səni tənqid edəndə, o əslində öz ağrısını danışır. Bir insan səni tərifləyəndə, o öz baxışını ifadə edir. Hər iki halda bu, onun hekayəsidir, sənin yox. Əgər biz başqalarının sözlərini ürəyimizə alırıqsa, biz onlara öz ruhumuza girib bizi idarə etməyə icazə veririk. Kimsə, sən yaxşı deyilsən deyəndə biz ağrıyırıq. Çünki içimizdə hələ də öz dəyərimizə inanmadığımız bir boşluq var. Heç nəyi şəxsi qəbul etməmək, öz dəyərini başqasının rəyindən ayırmaq deməkdir. Ruiz deyir, əgər kimsə səni zəhərləməyə çalışırsa, onun zəhərini içmə. O sözlər sənə aid deyil. Onlar sadəcə onun dünyasından gələn səslərdir. Sən yalnız öz seçimin üçün cavabdehsən. Bəzən tərif də zəhər ola bilər. İnsan səni tərifləyəndə sən özünü onun gözündəki obraz kimi görməyə başlayırsan. Amma o obraz da sənin deyil, onun təsəvvürüdür. Əgər sən həm tərifi, həm tənqidi eyni sakitliklə qəbul etsən, sənin daxili balansın dəyişməz qalacaq. Heç nəyi şəxsi qəbul etməmək, eqonun səssizləşməsi deməkdir. Bu zaman sən başa düşürsən ki, başqalarının dedikləri səni təyin etmir. Sən nə onların fikirləri, nə də onların duyğularısan. Sən sadəcə müşahidəçisən. Bütün bunlara şahid olan şuursan. Ruiz deyir ki, insanlar çox vaxt şəxsi qəbul etmə prinsipini yanlış anlayır. Bu, soyuq olmaq demək deyil. Bu, emosiyalardan qaçmaq deyil. Sadəcə dərk etməkdir ki, başqalarının reaksiyası sənin nə qədər dəyərli olmağınla bağlı deyil. Həyat bir güzgülər salonudur. Hər kəs başqasına öz daxili halını əks etdirir. Sən kiminsə qəzəbini görürsənsə, o qəzəb onun içindəki ağrıdır. Sən kiminsə sevgisini hiss edirsənsə, o sevgi onun öz nurundan gəlir. Heç bir duyğu səninlə bağlı deyil. Sən sadəcə o duyğunun qarşısındakı ekransan. Bu anlayış insanı azad edir. Çünki sən artıq başqalarının nə dediyinə görə sevinmir və ya incimirsən. Sən sadəcə öz mərkəzində qalırsan. Ruiz deyir, o zaman səni heç kim incidə bilməz. Çünki sən özünü başqalarının yuxusundan çıxarmısan. Üçüncü razılaşma. Təxmin etmə. İnsan ağlı daim suallar yaradır. Lakin cavab axtaranda biz çox vaxt susmaq və aydınlıq istəmək əvəzinə ağlımızın səsini dinləyirik. O səs isə təxminlərlə doludur. Biz başqalarının nə düşündüyünü, nə hiss etdiyini, nə niyyətlə davrandığını bilirmişik kimi fərz edirik. Və həmin fərziyyələrdən öz içimizdə hekayələr qururuq. Ruiz deyir ki, bu bütün münasibətlərin zəhəridir. Biz reallığı deyil, öz zehni senarilərimizi yaşayırıq. Bir dost mesajımıza cavab vermir. Biz düşünürük ki, inciyib. Kimsə bizə baxanda gülümsəmir. Biz düşünürük ki, bizi sevmir. Amma bəlkə o insan sadəcə yorğundur. Bəlkə fikri dağınıqdır, bəlkə o anda səssizdir. Bizim beynimiz isə bu boşluğa minlərlə mənasız fərziyyə doldurur. Təxmin etməmək açıq ünsiyyət deməkdir. Əgər nəsə sənə aydın deyilsə,
soruş. Əgər nəsə səni narahat edirsə, izah istə. Əgər kiminsə davranışı sənə qəribə gəlirsə, birbaşa və mehriban şəkildə sual ver. Çünki təxmin etdikcə sən həm özünü, həm başqalarını zəhərləyirsən. Təxminlərlə dolu ağıl qorxular yaradır. O qorxular əsasında biz yanlış addımlar atırıq. Söhbət və dürüstlük isə bu qorxuları dağıdır. Ruiz yazır. İnsanlar bir-birini sevdiklərini düşünür, amma əslində bir-birlərinə yaratdıqları obrazı sevirlər. O obraz dağılanda sevgi də yox olur. Təxminlər məhz bu obrazları yaradır. Biz başqasını deyil, beynimizdəki təsviri sevirik. Və sonra o təsvir dəyişəndə biz məyus oluruq. Həyatda sakitlik tapmağın yolu başqalarının səssizliyinə öz səsini əlavə etməməkdir. Səssiz qal, müşahidə et və sonra səmimi şəkildə soruş. Əgər səninlə açıq danışmırlarsa, bu onların hazır olmamasıdır. Sənin dəyərsizlik göstəricin deyil. Sənin vəzifən həqiqəti tapmaq yox, onu sezmək və qəbul etməkdir. Ruiz deyir ki, təxmin etmə prinsipi bizi həm daxili, həm də sosial azadlığa aparır. Sən artıq başqalarının nə demək istədiyini düşünməkdən yorulmursan. Sən birbaşa ünsiyyətin insan olursan. Sənin sükutun da, sözün də təmiz olur. Bir çox insan başqaları ilə münasibətlərini təxminlər üzərində qurduğu üçün illərlə yanlış anlamaların içində yaşayır. Əgər sən bu üçüncü razılaşmanı qəbul edirsənsə, artıq yanlış anlamalara yer qalmır. Əgər kimsə sənə nəsə deyirsə və sən anlamırsansa, mən səni düzgün başa düşdümmü deyə soruş. Bu bir cümlə yüzlərlə soyuqluğu, incikliyi, münasibət uçurumunu bağlaya bilər. Ruiz deyir ki, həqiqi azadlıq ünsiyyətdə başlayır. Təxminlər yox olanda sevgi aydın olur. Münasibətlər şəffaflaşır, ağıl susur, qəlb danışır. 4-cü razılaşma. Bu, sanki əvvəlkilərin hamısını birləşdirir. Çünki sözlərinə diqqət etmək, heç nəyi şəxsi qəbul etməmək və təxmin etməmək, hamısı bir səy, bir iradə qəbul edilir. Əgər sən bu səyləri göstərəcəksənsə, bəzən uğurlu olacaqsan, bəzən yox. Amma əsas odur ki, əlindən gələni etmirsən. Ruiz deyir, sənin ən yaxşısı hər gün dəyişəcək. Bəzən enerji dolu olarsan, bəzən yorğun. Amma hər dəfə bacardığını et. Əgər sən hər şeyi vicdanla etmisənsə, artıq özünü günahkar hiss etməyə əsas yoxdur. Mükəmməlliyə deyil, səmimiyyətə çalış. İnsanlar çox vaxt özlərindən qeyri-mümkün olanı tələb edir və sonra özlərini cəzalandırırlar. Mən daha çox edə bilərdim, mən səhv etdim deyərək içlərini yeyirlər. Amma Ruiz deyir ki, bu sevginin əksi olan yoldur. Əgər sən əlindən gələni etmisənsə, səhvlər belə sənə dərs olur. Onlar səni deyil, təcrübəni göstərir. Əlindən gələnin ən yaxşısını etmək həm də həyatı qəbul etməkdir. Bu anı, bu imkanları, bu səviyyəni qəbul etmək. İndi burada varsan və bu anın tələbi nədirsə, onu et. Əgər sən sevirsənsə, səmimi sev. Əgər işləyirsənsə, diqqətlə işlə. Əgər dinləyirsənsə, tam diqqətlə dinlə. Əgər istirahət edirsənsə, vicdan əzabı çəkmədən istirahət et. Beləcə, hər bir an mənaya çevrilir. Bu razılaşma sənə həm azadlıq, həm dinc vicdan verir. Çünki sən artıq nəticəyə deyil, niyyətə bağlanırsan. Əgər sənin niyyətin təmizdirsə, həyat da səni dəstəkləyəcək.
Royce deyir ki, əlindən gələnin ən yaxşısını et prinsipi sənə xoşbəxtliyin açarını verir. Sən özünü nə başqaları ilə müqayisə edirsən, nə də keçmişlə. Sən bu anın içindəsən və bu anın şahidisən. Bu an isə həyatın özü deməkdir. 4 razılaşma birlikdə bir sistem yaradır. Sözlərinə diqqət et. Bu sənin enerjini təmizləyir. Heç nəyi şəxsi qəbul etmə. Bu səni qorxudan azad edir. Təxmin etmə. Bu sənin zihnini aydınlaşdırır. Əlindən gələnin ən yaxşısını et. Bu sənin ruhunu sakitləşdirir. Bu 4 sütun üzərində qurulan həyat artıq qorxuya yox, sevgiyə əsaslanır. Sən özünə, insanlara və həyata etibar etməyə başlayırsan. Köhnə razılaşmalar, mən dəyərsizəm, mən bacarmaram, başqaları daha yaxşıdır kimi inanclar yavaş-yavaş sönür. Onların yerini sükut, inam və şəfqət tutur. Royce deyir ki, biz hamımız kiçik yaşdan cəmiyyətin ev heyvanlarına çevrilmişik. Bizə nizam-intizam, itaət və qorxu öyrədilib. Amma indi biz o ram edilmiş vəziyyətdən çıxmalıyıq. Biz azad ruhlar olmalıyıq. Azadlıq isə məsuliyyətdən qaçmaq deyil, onunla rəqs etməkdir. Sən bu 4 razılaşmanı gündəlik həyatında tətbiq etdikdə öz zihninin səsini dəyişməyə başlayırsan. Artıq içindəki tənqidçi səs yox, anlayışlı bir dost danışır. Artıq sən özünü deyil, həyatın axarını qəbul edirsən. Royce deyir, biz öz yuxumuzu seçə bilərik. Əgər qorxu yuxusunu yaşamırsansa, sevgi yuxusunu yaradırsan. Cənnət və cəhənnəm uzaq yerlərdə deyil. Onlar bizim zihnimizdədir. Sevgi ilə seçilən söz, anlayışla verilən reaksiya, vicdanla atılan addım. Bunların hər biri səni cənnətə bir addım yaxınlaşdırır. İnsan hər səhər oyandığında bu 4 razılaşmanı xatırlasa, günün istiqaməti dəyişir. O, avtomatik reaksiya vermir, şuurlu şəkildə cavab verir. O artıq incimir, təxmin etmir, sözləri ilə yaradır. O artıq başqalarının nə dediyinə görə yox, öz dəyərlərinə görə yaşayır. Royce deyir ki, bu 4 sadə prinsip bir insanın həyatında möcüzələr yarada bilər. Bu möcüzə maddi deyil, ruhani bir azadlıqdır. O azadlıqda sən özünü yenidən tanıyırsan. Sən artıq bir rol deyilsən, sən sadəcə varsan. Sükutda, nəfəsində, bu anın özündə. Bütün dünya bir səhnədirsə, bu razılaşmalar sənin skriptini dəyişir. Artıq səhnədə qorxaq, itaətkar bir obraz yox, şuurlu bir yaradıcı var. Sən həyatını yazırsan. Və o yazı hər gün yenilənir. Hər sözlə, hər seçimlə. Royce kitabını belə bir çağırışla bitirir. Əgər sən bu razılaşmaları vicdanla yaşasan, sən öz yuxundan oyanarsan. O zaman sənin sözlərin dua, düşüncələrin azadlıq, varlığın isə sevgi olar. Çünki azad insan nə başqalarını dəyişdirməyə çalışır, nə də özünü cəzalandırır. Azad insan sadəcə sevir, anlayır və yaşayır. O bilir ki, həyat düzəlməyi lazım olan bir şey deyil. Həyat sadəcə yaşanmalı, hiss edilməli və dərk olunmalıdır.